just let me know. İyunun 21-də Bakıda ilk dəfə UFC turniri təşkil ediləcək. Yarışda mübarizə aparacaq təmsilçilərimiz paytaxtda keçirilən xüsusi sessiyada media nümayəndələrinin suallarını cavablandırıb. İqnasio Bahamondeslə üz-üzə gələcək təmsilçimiz doğma ölkədə döyüşməyin məsuliyyətli olduğunu bildirib. Məşqlərimi davam etdirirəm. Bakıdakı turnirə 100% hazır olacağam. Sizə əmin edirəm ki, çox maraqlı döyüş olacaq. Rəqibim çox güclüdür, amma bu məni çəkindirmir. Onun boynun ucu olmasına fikir vermirəm. O mənim qarşımda imtahan verəcək. Vətənimdə vuruşmaq mənim üçün böyük şərəfdir. Artıq bu gerçəkləşir. 32 yaşlı idmançı Bakıda mübarizə aparacağı üçün heç bir təzyiq hiss etmədiyini söyləyib. Mübarizə apardığım ölkədən asılı olmayaraq doğma publika hər zaman məni izləyir. Ardıcıl 3 məğlubiyyət almışam. Titul yarışından qopmamaq üçün mütləq qələbə qazanmalıyam. Bu baxımdan biraz təzyiq var. Ən azından əminəm ki, mənim döyüşüm baxımlı alınacaq. Qeyd edək ki, UFC Fight Night iyunun 21-də Bakı Kristal zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə döyüşəcək.